Bu aralar mənə gələn suallardan biri də motivasiyasızlıq və ya da ki, hərəkətsizlikdir ki, həddindən çox özümü motivasiyasız hiss edirəm, hərəkət edə bilmirəm, addım atsam da uğur əldə edə bilmirəm, harasa getmir, davamlılığı qoruya bilmirəm. Bu kimi suallardır. Ümumiyyətlə motivasiyasızlıq və hərəkətsizlik necə bir vəziyyətdir? Yəni nədir? Gəlin bunlara baxaq. Bunlara bir psixoloji yöndən, psixoloji tərəfdən aydınlıq gətirməyə çalışaq. Motivasiyasızlıq və ya hərəkətsizlik heç bir halda, yəni tənbəllik və ya xəstəlik deyil və ya psixoloji problem heç deyil. Sadəcə bir vəziyyətdir, hansı ki, bunun kökündə müəyyən travmalar və ya da ki, insanların, valideynlərinin, yaxınlarının səni bir növ etiketlədiyi məsələlər var. Bunlar nələrdir? Ola bilsin ki, uşaqlıqda həddindən çox müqayisələrə məruz qalmısan. Bu, ailə daxili ola bilər və ya da ki, sinifdə müəllimin sənin digər şagirdlərlə, sinif yoldaşlarına müqayisə eləyib. Məsələn, sənin həddindən çox yetərsizsən, sanki bacarıqsızsanmış kimi, bu kimi etiketlərə məruz qoyublarsa, bu kimi məsələlər, situasiyalar yaşamısansa, nəticədə sənin uşaq versiyan belə bir nəticəyə gəlib ki, mən bacarıqsızam, mən yetərsizəm, ondan sonra gəl elə mən heç bir şey etməyim, yəni. Ya bir şey yəni edərkən ya həddindən çox çalışım, həddindən çox çalışmalıyam, çaba sərf etməliyəm ki, bir şeyi eləyim. Və ya da ki, mən ümumiyyətlə bir şeyi ertələyib ya son anda, son gündə eləyirəm. Əgər beləsinsə, yəni bunu da sorğula ki, niyə son günə, son ana saxlayırsan və ümumiyyətlə heç bir şey etməyim, yəni hərəkət eləməyim. Bu daha yaxşı, yəni onsuz mən uğursuzam, mən yetərsizəm, yəni məndə alınmayacaq, mən bacarıqsızam. Həmin bu kimi məsələlərə baxmağını sənə tövsiyə eləyərəm ki, həqiqətən nə qədər yəni bunlar doğrudur, sənin həqiqətini əks elətdirir, sənə aiddir, sənə aid olan yerləri hansılardır və bunlardan nə götürüb özünə bir növ belə deyək də aşlamalısan və yeni sən yarada bilməlisən. Bunlara baxmağını tövsiyə eləyərdim.